Davam edirik. Bugün Xocalı şəhərinə daha 33 ailə, 138 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə, yəni 342 nəfərə çatacaq. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində, həmçinin yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində çalışan ümumilikdə 40 mindən çox insan yaşayır. O faciədə, o ağır gününə çıxanların biri də mənəm. Bugünkü gün sevinirəm. Sevinirəm ona görə ki, bu günü gördüm. Kədərlənirəm ki, həmən o insanları orada görməyəcəm. Şəhid anaların əlindən öpürəm ki, bizi bir də qayıtdıq o doğma torpaqlarımıza. Allah cavanlara, gerdə qalanlara o günü bir də yaşatmasın. 33 yaşım vardı. Ailəvi oradaydım. Çıxmışıq indi bu günə şükür ki, öz torpağımıza qayıdırıq. Mənim 63 yaşım var. Bu gün mən Xocalıya qayıdıramsa, çox şad olam. Mən 2 qardaş itirmişəm orada, torpaqdır. 2 qardaşım şəhid olub. Allah ölənlərə, hamısına rəhmət eləsin. Bütün şəhidlərimiz, qabaqda baş əyirəm. Çox həyəcanlıdır, çox nə bilim, qürur vericidir, danışmaq olmur. Sözlə çatdırmaq olmur həyatda hisslərimizi. Mən o elə obuya gəlin getmişəm. Təbii ki, Xocalıdan sonra olmuşdur. Qaynatam şəhid olubdur Xocalıda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bakı